Uşaqlar, deməli hazırdır. Aşımız da dəm aldı və səbzimiz də hazırdır. Yağa düşdü. Deməli süzürük qoyuqdur belə. Baxın, kıvamına baxın. Görün nə şey, biraz sulu olmalıdır ki, aşı o qoyana aş qurudu zaten. Yağlamışıq ancaq az miqdarda. Çünki bunun özünün suyu var və aş yeyəndə üzərinə əlavə edəcəyik. Çox gözəl, görürsüz, dəndəndir. Hayf. Bu. Bir bıçaq gətirsələr. Bıçaq. Hayf. Yox, təkməyəcəm. Qıraqdan götürüb yeyərlər. Bir kaşık yağ. Şef, altındakı qazmağı belə də düzəltdir, həm də lavaş edədir. Həm lavaş, bildiniz də, həm özümüz o düyünlə, qatıqla düzəltdik, həm də ki lavaşla. Kimin oje ağız tamına görədir, kim istəsə, necə istəyir, elə də qazmaq eləyə bilər. Bəli, xəmirli qazmaqla da, yox, xəmir yox, adi yağlı xəmir olur, yağlı. Onunla da eləmək olar. İndi hal-hazırda biraz yuxabalacadır. Bu qədər. Bu qədər. Buyurun, bu da sizin, bizim səbzi plovumuz. Buyurun, nuş eləyin, yiyin.